Mövzularımız ədədin faizinin tapılması, faizinə görə ədədin tapılması və ədədin faizinin təqribi tapılması haqqında olacaq. Əvvəl danışaq ədədin faizi necə tapılır. Məsələn, hansısa bir A ədədinin n faizini biz bu düsturla tapırıq. A vurulsun, bərabər qoyaq burada, A vurulsun, sürətdə n, məxrəcdə 100. Yəni, hansısa bir A ədədinin n faizini tapmaq üçün biz həmin o A ədədini faiz göstərən ədədə, yəni n-ə vurub 100-ə bölürük. Məsələn, 60-ın 15 faizi neçədir? Biz 60-ı, yəni burada A ədəd olduğuna görə 60 da burada ədəddir. 60-ı vurmalıyıq 100-15-ə. Biz bunu bu formada da yaza bilərik. Və yaxud da 60 vurulsun, 15-i 100-ə böləndə 0,15 eləyir. Bərabərdir. Hər iki halda cavabımız alınacaq 9. Və yaxud da 60-ın 1 faizi neçədir? 60-ı biz vururuq 100-1-ə. Burada ədədimiz yenə 60-dır, faizimiz isə 1-dir. Faizimiz sürətə yazılır. Burada göstərdiyimiz düstura əsasən. Yenə burada 60-ı vururuq. 1-i 100-ə böləndə 0,1 eləyir. 60-da 0,1-ə vurduqdan vergül 2 vahid sürüşür sola. Cavabımız olur 0,6. Bəs faizinə görə ədəd necə tapılır? Bunlar ədədin faizinin tapılması idi. İndi faizinə görə ədəd necə tapılır? Məsələn, n faizi A olan ədəd. Burada diqqət edin ki, birinci faiz gəlir. A olan ədəd bərabərdir. Həmin bu ədədi, yəni A-nı biz bölməliyik 100-ə. Yəni, yuxarıda vurmadan istifadə elədik. Faizinə görə ədəd tapdıqda A-nı bölməliyik 100-ə. Məsələn, 40 faizi 24 olan ədədi tapın. Buradan biz necə tapacaq? Ədədimiz 24-dür. 24-ü bölməliyik 100-ə, faizimiz 40-dır, yəni n-in yerinə 40 yazmalıyıq. Bu da bərabərdir. 24 vurulsun 40-da 100 yazmalıyıq. Çünki bölmə əməlidir. Bölmə əməli vurma ilə əvəzlənir və sürət və məxrəcin yeri dəyişir. 100 və 40-ı ixtisar apara bilərik. Sıfırlar ixtisar gedər. 10 və 4 2-yə ixtisar gedər. 2 dəfə 2-yə gedər. 5 dəfə. 24 və 2 də 24 sürətə aiddir, yəni ədəddir. 2 isə məxrəcdədir. 24 və 2-ni 2-yə ixtisar apara bilərik. 1 dəfə. Bu da 2-yə ixtisar gedəcək. 12 dəfə. Deməli, sürətdə qaldı 12 və 5, məxrəcdə isə qaldı 1. 12-ni vuranda 5-ə 60, məxrəcdə də 1 qalıb, 60-ı 1-ə böləndə isə cavabımız elədi 60. Yəni, 40% 24 olan ədədimiz 60-a bərabər olacaq. Başqa bir nümunə yazaq. 20% 18 olan ədədi tapın. Ədədimiz burada 18-dir. 18 bölünsün yazıram. 100-20 bərabərdir. 18 vurulsun olacaq. Sürət və məxrəcin yeri dəyişəcək. 20 məxrəcə 100 sürətə yazılacaq. 100 və 20 ixtisar gedir elə 20-nin özünə. Bir dəfə, çünki əbobları 20-dir. Bu isə ixtisar gedir 5 dəfə. Sürətdə qaldı 18 vurulsun 5, məxrəcdə isə 1. 18-i 5-ə vuranda 90 eləyir. Məxrəcə 1 yazırıq. 90-ı isə 1-ə böləndə cavabımız alınacaq 90. Bunlar da oldu faizinə görə ədədin tapılması. Bəs ədədin faizinin təqribi tapılması hansı yolla tapılır? Məsələn, bizə belə bir ədəd verib. 152 ədədinin 38 faizini təqribi tapın.
Biz 152-ni yuvarlaşdırırıq 10-luğa qədər. 5-dən sonra 2 var. 2 5-ə təsir etməyəcək. Yuvarlaşdıranda olacaq 150. Və 38-i də yuvarlaşdırırıq 10-luğa qədər. 8 var. 8 3-ə təsir edəcək. 1 var da artacaq. 3 olacaq 40. Yəni biz 152-nin 38%-ni yox, 150-nin 40%-ni tapacaq. 152 vurulsun, yazırıq. %38. Bu təqribi bərabərdir. 150 vurulsun, %40. Burada biz ixtisar apara bilərik. Buradakı 0 ilə buradakı 0 ixtisar gedir. Yəni hər ikisi 10-a bölündü. 150-nin 0 ilə də ki, burada qalan bir 0 ixtisar gedir. Yəni 10-a bölünür. Sürətdə qaldı 15 və 4. Məxrəcdə isə 1 qalıb. 15-i 4-ə vuranda cavabımız alınır 60. 60-ı 1-ə böləndə isə yenə cavabımız eləyəcək 60. Burada təqribi işarə yazaq ki, biz burada təqribi cavabları aldıq. Yəni deyirik ki, 152 ədədinin 38% təqribi bərabər olacaq 60-a.